Doktor, bilirsiniz ki, bugün ən aktual mövzularından biri də CD ümumi analizi ilə CD əkilmə analizi arasındakı uyğunsuzluqlardır. Siz CD ümumi analizində hansı göstəricilər gördükdə CD-nin əkilməsi analizini tövsiyə edirsiniz? Demək ki, doktor, CD-nin ümumi analizində biz makroskopik və mikroskopik göstəricilərə əsasən diqqət yetiririk. Makroskopik göstəricilərə xüsusi, yəni CD-nin rəngində dəyişiklik müşahidə olmalıdır, ona pis qoxunun gəlməsi və bulanıqlıq və mikroskopik göstəricilərdən onlarda leykositlərin artması, eritrositlər arta bilər və bakteriuriya ilə müşahidə olunur ki, biz pasientləri CD əkilməsinə tövsiyə edirik. Və bəzən də olur ki, xəstələr düzgün şəkildə sidiyi götürmürlər. Yəni ilkin sidik, mütləq ki, ilkin sidik olmalıdır və ilkin sidik olan zamanda sidik kisəsi tam boşaldılmalı və ilk sidik nümunəsi 8 saata qədər ən azı sidik kisəsində qalması tövsiyə olunandır. Bəli, ən vaciblərindən biri də sidiyin düzgün götürülməsidir ki, sidik ilkin sidik olmalıdır. Sidiyin ilkin porsiyası buraxılmalı və orta axım idrarı steril sidik qablarına doldurularaq 2 saat ərzində laboratoriyaya çatdırılmalıdır. Qadınlarda sidik kanalı qısa olduğu üçün vaginal kontaminasiya riski yüksəkdir. Ona görə də öndən arxaya doğru yuyunduqdan sonra sidiyin əkilməsi analizi verilməlidir. Bu zaman bəzən xəstələrdə epitel sayı çox yüksək çıxır. 14, 16, 20 və s. yüksək göstəricilər olduqda, amma bakteriya sayı çox miqdardadır. Amma əkilmə analizində heç bir ürəmə olmur. Çünki bu zaman urogenital floranın özü inkişaf edir və biz bunu patogen olaraq dəyərləndirmirik. Bəzən isə buna oxşar digər klinik əlamətlər də ola bilər ki, pasientlərdə. Bəli, doktor, düz deyirsiniz. Bəzən o ki, pasientlər eyni əlamətlərlə yanma, ağrı, göynəmə əlamətlərlə bizə müraciət edirlər və biz sidikdə kristalların, yəni duzların çıxmasını görürük ki, bunlar da eyni bakteriuriya ilə əlamətləri oxşardır və bəzən olur ki, pasientlərdə parazitlər infeksiyalar olur və mikoplazma, ureoplazma, xlamidiya kimi bakteriyalar sidik əkilmədə təyin edilmir və bu zamanda sidik əkilməsi tövsiyə edilmir həmin pasientlərə. PCR metodu ilə analizin təsdiqlənməsi tövsiyə olunur. Doktor, bəzən pasientlər antibiotik istifadə edib gəlirlər və bu isə sidik ümumi analizində bakteriyaların sayı az olur, əkilmədə isə bakterial flora inkişaf etmir və buna görə də biz pasientlərə tövsiyə edirik ki, antibiotik istifadəsindən 3 gün sonra analiz verməlidirlər. Ümumiyyətlə isə pasientlər antibiotik analiz cavabını gözlədikdən sonra antibiotik qəbul etməlidirlər. Çünki biz əkilmə analizində bakteriyanın cinsinin növünü identifikasiya edirik və bundan sonra hər bakteriyanın özünə məxsus antibiotik terapiyası vardır. Pasientlər gözləməlidir. Hər bakteriya araşdırılmalıdır. Daha sonra isə ona uyğun tədaviyə başlamalıdırlar. Çünki bəzən düzgün olmayan antibiotik istifadə etdikdə bu xroniki sistitlərə yol aça bilər, davamlı ştamların yaranmasına yol aça bilər ki, bu da müalicənin müddətini uzadır və xəstənin sağalmasının qarşısını alır. Bəli, antibiotiklərdə istifadə edən zaman və həssaslıq yoxlanıldıqdan sonra həmin bakteriyaya həssas olan antibiotiki qəbul etmək lazımdır və ən zəif antibiotik seçimindən başlanılmalıdır ki, gələcəkdə davamlı bakterial ştamlar yaranmasın.